Salam əziz dostlar. Keçən videomuzda Dubayda daşınmaz əmlak sahəsində yatırım etməyin niyə sərfəli olduğu haqqında danışdıq. Əgər videoya baxmamısınızsa, yuxarıdakı linkdən keçid edərək videonu izləyə bilərsiniz. Deyəlim ki, siz artıq Dubayda daşınmaz əmlak sahəsində yatırım etmək qərarı vermisiniz. Mənzil almaq istəyirsiniz. Bu zaman ya ikinci əl mənzil almalısınız, hansında ki siz ödənişi tam ödəməli olursunuz və yaxud da ki tikinti mərhələsində olan və ya planlama mərhələsində olan layihələrdən mənzil alsanız, bu zaman sizə daha fərqli ödəmə imkanları təklif olunur. Və bu zamanda sizin iki seçiminiz var. Siz mənzili ya birbaşa tikinti şirkəti ilə əlaqəyə keçərək onlardan alırsınız, ya da bizim kimi investisiya şirkətlərinin dəstəyindən və xidmətindən istifadə edirsiniz. Bugün bu videoda, keçən videoda söz verdiyim kimi, niyə mənzilləri və yaxud evləri birbaşa tikinti şirkətindən yox, bizim kimi investisiya şirkətlərinin dəstəyindən istifadə edərək almalı olduğunuz haqqında danışacağıq. Bir çox insan birbaşa tikinti şirkətinə müraciət edib onlardan mənzil almağın daha asan olduğunu düşünür və daha sərfəli olduğunu düşünür. Amma əslində belə deyil. Çünki siz tikinti şirkətinə müraciət etdikdə yalnız həmin şirkətə məxsus olan layihələrlə və seçimlərlə məhdudlaşacaqsınız. Belə bir situasiya təsəvvür edək, siz avtomobil almaq istəyirsiniz və hər hansısa bir avtomobil markasının salonuna gedirsiniz. Bu zaman sizin büdcənizə və şərtlərinizə uyğun fərqli markalardan olan avtomobillər mövcud olsa da həmin salonda sizə bu barədə məlumat verməyəcəklər. Lakin ümumi avtosalona getsəniz, müxtəlif markalardan olan seçimlərlə tanış olacaqsınız və büdcənizə və istəklərinizə uyğun ən yaxşı avtomobili ala biləcəksiniz. Bir çox adam bunu bilmir. Lakin siz fərdi bir alıcı olaraq tikinti şirkətləri ilə nadir hallarda qiymət danışıqları apara bilərsiniz. Lakin biz investisiya şirkəti olaraq bu şirkətlərlə mütəmadi olaraq işlədiyimiz üçün sizin adınızdan bu şirkətlərlə qiymət danışıqları apara bilər və sizə daha səmərəli təkliflərlə gələ bilərik. Bundan əlavə olaraq biz sizin üçün daha çevik ödəniş planları da təklif edə bilərik. Qiymətdən danışmışkən, bütün bu xidmətlər üçün biz sizdən heç bir ödəniş almırıq. İndi ağlınıza sual gələ bilər. Bəs bizim burada faydamız nədədir? Biz öz faizimizi tikinti şirkətlərindən alırıq. Lakin tikinti şirkəti bu faizi bizə ödəməsə də, siz onlardan birbaşa mənzil aldıqda bu daha ucuza başa gəlməyəcək. Yəni, deyəlim ki, 250 min dollarlıq bir mənzil var və siz hər hansısa bir üsulla tikinti şirkətindən bu təklifi alırsınız. Əgər siz həmin mənzil təklifini bizim şirkət vasitəsilə alsaydınız, yenə də 250 min dollar ödəməli olacaqdınız. Yəni, sizin baxımınızdan heç bir pul itkisi yoxdur. Tikinti mərhələsində olan mənzil almaq, müqavilələr, ödəniş cədvəlləri və hüquqi razılaşmalar əhatə edilir. Bütün bu proseslərdə siz əgər tikinti şirkəti ilə birbaşa əlaqəyə keçib mənzil almağa çalışsanız, hüquqi proseslərdə çətinliklər çəkə bilərsiniz. Məsələn, siz müqavilədə nəyisə başa düşmədən imza atsanız, daha sonra gözləmədiyiniz rüsumlar və risklərlə qarşılaşa bilərsiniz. Lakin biz bir investisiya şirkəti olaraq bütün bu hüquqi proseslərdə sizin yanınızda oluruq. Bunu hər hansısa bir hüquqi prosesdə yanınızda bir vəkil olması ilə müqayisə edə bilərsiniz. Əlbəttə ki, sizə hüquqi prosesdə dəstək verən bir vəkilin yanınızda olması sizin üçün daha sərfəlidir. Son olaraq, əgər siz tikinti şirkətindən mənzili birbaşa alsanız, onların işi müqavilə imzalandıqdan sonra demək olar ki, bitir. Onların yeganə məsuliyyəti sizə mənzili təyin olunmuş vaxtda təhvil verməkdir. Lakin siz mənzili bizim vasitəmizlə alsanız, biz sizə nəinki bu alış prosesində, hətta mənzil sizə təhvil verildikdən sonra da yardımcı olacağıq. Deyəlim ki, siz hər hansısa bir mənzili bizim vasitəmizlə aldınız və mənzil sizə artıq təhvil verildi. Əlbəttə ki, siz artıq öz investisiyanızdan geri dönüş eləmək istəyəcəksiniz. Yəni, investisiyanız sizə pul qazandırsın istəyəcəksiniz və mənzilinizi deyəlim ki, icarəyə vermək istəyirsiniz. Biz burada sizin yardımınıza çatırıq və sizin mənzilinizə icarəçi tapmaq üçün yardımcı oluruq və bunu heç bir təmənna güdmədən edirik. Bizim buradakı yeganə marağımız müştəri məmnuniyyətidir. Çünki əgər müştəri bizim bütün xidmətlərimizdən razı qalacaqsa,
o öz növbəsində bizim haqqımızda öz dost tanışlarına danışacaq və bizim şirkətimizi onlara tövsiyə edəcək. Nəticə sonda bonus olaraq bunu demək istəyirəm ki, siz bizimlə əməkdaşlıq edərək bizim bu sahədəki bilik və təcrübələrimizdən yararlanacaqsınız. Biz sizin istəklərinizə, büdcənizə və yatırım etməkdəki məqsədinizə uyğun olaraq sizə ən uyğun layihələri təklif edəcəyik. Əgər sizin məqsədiniz daimi pasiv gəlir əldə etməkdirsə, biz sizə kirayə geri dönüşləri yuxarı olan mənzillər təklif edəcəyik. Əgər sizin məqsədiniz bu gün investisiya etmək, 6-7 il sonra da öz mənzilinizi, əmlakınızı satmaqdırsa, biz sizə illik artım faizi yuxarı olan əmlakları tövsiyə edəcəyik. Bizim yeganə məqsədimiz sizin məmnuniyyətinizdir. Artıq bizim kimi investisiya şirkətlərinin xidmətindən istifadə etməyin üstünlüklərini bilirsiniz. Seçim sizindir. Bizimlə əlaqə saxlayın və investisiyanızın ən doğru istiqamətdə yönləndirildiyindən əmin olun. Daha yaxşı və daha çox video üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın.